Üzərində yarpaq olan zoğ kəsilərək göy rəngli mürəkkəblənmiş, yəni rənglənmiş suya qoyulur. Yəni zoğu kəsmişik, göy rəngli mürəkkəblə boyanmış suya qoymuşuq. Bir neçə gün sonra zoğ məhluldan çıxarılır, enine uzunluğuna kəsik aparılır və nəticəyə baxıb görək nə olur. Bax, göy rəngli su budur, görürsünüz yəqin ki, və bu zoğu kəsib qoymuşuq ora. Sonra bunu zoğu kəsmişik həm eninə, həm də uzunluğuna. Hansı hissənin boyandığını görürük. Burada bilirsiniz ki, bu göy rəngli hissə, mürəkkəblə boyanmış hissə, bu oduncaq hissəsidir. Oduncaq hissəsidir. Bu təcrübədir. Və bu təcrübənin məqsədi su və mineral duzlar gövdən hansı qatı ilə axır biz öyrənək. Çünki su getdiyi yerdə iz qoymur, amma rəngləyəndə rənglənmiş hissə görünəcək. Kombinatın fəaliyyətini müəyyən etməkdir. Xeyr, kombinat eninə böyüməni təmin edir. Qeyri-üzvü maddələrin gövdən hansı qatında hərəkət etdiyini tapmaq üçündür. Bəli, bu düzgün cavabdır. Kök təzyiqi maddələrin daşınmasına rolunu müəyyən etməkdir. Xeyr. Üzvü maddənin gövdədə hərəkət etdiyi qabıqla hərəkət edirdi. Xeyr. Yarpaqlar tərəfindən suyun buxarlanması. Xeyr. Bu da görmək olmaz. Düzgün cavab qeyri-üzvü maddənin hərəkətidir.